Parıltımızı geri kazanırıq. Part 1. Uçları haçalanmağa başlayır və kəstirmədikcə nə qədər baxım eləsəm də o canlılıq olmur. Ayaqla yürüme məsafəsindədir, çox yoruldum. Sıramızı gözlədiyimdə. İstədiyim saç kəsim modellərini buralara qoyacağım. Saçıma ən uyğun olanı eləməyə çalışacağım. Çok güzel olmuş. Sadece kısa olarak. Bak buradan başlıyor saçım. Niye buradan başlıyor? Sen de uzat beni. Kəsməyinə çox qəşəng kəsib. Sadəcə mənim istədiyim bu deyildi. Bir insan su istəyir, amma ona nə bilim meyvə şirəsi verirsiniz. O deyəndə ki, mən su istəyirdim, deyəcəklər ki, məsələn, bu daha qəşəngdir, daha yaxşıdır, daha xeyirdir falan filan. Amma o insanın istədiyi şey sadəcə suydu. Mənim də istədiyim saçımın uzun qalmağı idi. Əgər olmurdusa mənim saçımla o model ya da işte çox qısalacağını öndən değilseydi ya da ara makası belə mən sonradan hiss elədim ki aralardan çıxardır. Uca gec idi mənim nəysə deməyim. Mən o saçımı bilirəm ki, nə qədər narahat saçdı. Bunlar da uclarına qırıqlar düşdükçe çox pis olacaq. Arxası ilə bir problemim yoxdur, amma qabağı çox qısa olub. Bu qədər. Hələ